Deməli belə. Sualda deyir ki, qeyd edilmiş təbii şəraitdə inkişaf edilən bitkiçilik sahələri yarımsəhra quruçu və mülayim isti iqlimdədir. Dəmiyə və suvarma ola bilir. Boz və şaballı torpaqlarda var. Deməli, gözəl yoldaşlar, bura uyğun gəlir taxılçılıq. Bilirsiniz, onun iki növü var idi. Payızlıq əsasən suvarma, yazlıq əsasən dəmiyə. Bir də yoldaşlar uyğun gəlir üzümçülük. Üzümçülük də əsasən yarım səhralarda suvarma, mülayim istidə dəmiyə. Aydın oldu. Variant 1 və 4 cavab D variantı. Bu pambıqçılıq ancaq düzən ərazilərdədir. Yəni suvarma şəraitindədir. Pambıq rütubətli yerlərdə ola bilməz. Xəritə sıxımda 2-3-6. 2-3-6-ya siz fikir versəniz, 2 aradır. Bəli, Baş Qafqaz silsəsi. Baş Qafqaz. 3 aradır yoldaşlar. Qarabağ, vulkanik yaylası. 6 aradır bala. Deyək ki, yan silsilə və sudur silsəsinin olduğu yer. Düzdür. Böyük Qafqazın şimal-şərqində belə deyil. Lap sudur götürün ya da şahdar götürün. Eyni şey, yəni yan silsilə götürün. 1-4-5 rəqəmləri ilə göstərən ərazi. 1-4-5-ə baxaq. 1 haradır? Əsasən hərami düzü, yəni aşağı araz boyu. 4 aradır Ceyrançıl alçaq dağlığı və 5 aradır Samur təvəccüh. İndi baxaq. 2-3-6 ilə göstərən ərazidən 1-4-5-dən fərqli cəhət. Aqroiqlim ehtiyatları məhduddur. 1. Niyə ay müəllim? Çünki yüksək dağlıqdır. Sonra, səpənlər radiasiyanın payı üstün deyil. Əksinə, nədir? Orada ikisində də düz radiasiyadır. Buludluq yoxdur. Orta illik temperatur daha aşağıdır. 3. Buxarlama qabiliyyəti, buxarlanma arasındakı fərq azdır. Bəli, dağlıq ərazilərdə fərq azdır. Çünki orada hava soyuq olduğu üçün az yağıntı düşsə də əmsal vahiddən böyük yeriyir. Cavab 1-3-4 variant nə variantı? B. Vulkanik mənşəli sıxır, Böyük Qafqazda vulkanik sıxır yoxdur. Əkinçilik suvarma şəraiti, orada əkinçilik ola bilməz. Cavab oldu nə bala? Əlbəttə ki, 1-də B variantı. Tavsiz 2-də B variantı. Necə? Vulkanik sıxır? Yox, orada yoxdur. Sadəcə olaraq Böyük Qafqazın hamısı verilən 2-3-6-nın hamısında da vulkanik sıxır yoxdur da. Böyük Qafqaz yoxdur axı. Orada nə var? Neogen dövrü çöküntüləri. Ceyrançalda nə var idi? Neft. Növbəti sual. 3. Yoldaşlar, 3-də vəziyyət budur. Turist A məntəqəsindən şərq istiqaməti ilə 5 kilometr getdi. A-dan şərqə doğru 5 kilometr getdi bu turist. Deməli, o hansı azimutla və neçə kilometr getməlidir ki, ilkin məntəqəyə 315 ilə qayıtsın. Uşaqlar, 315 ilə qayıtmaqdan ötəri, deməli, bu adam cənuba doğru gəlməlidir ki, 180 dərəcə azimutla. Bəli, şimal hara getsin, qərbə getsin. Da cavab nədir? A variantı. 3-cü sualın cavabı A. 4-ə baxırıq. Yay gün dönümünü hamımız əzbər bilirik. 22 nə tarixi? İyun tarixi. 22 iyun tarixində günəş 23:15 şimal enində günorta vaxtı zenitdə olur. Günəş olan 16:15 dərəcə buzaq altında düşdüyü paralel aid olmaq üzrə. Uşaqlar, 16:15-lərin ekvatorda həm məntəqədən şimala, həm də cənuba düşə bilər. Düzdür? 90-dan 16:15 çıxıram. 73:15. Deməli, mən bilirəm ki, şimalda 73:15 dərəcə gedəcəyim bir yer yoxdur. 23:15 plus 73:15 bu getdi şimala. Yəni, keçdi qütbü. Belə bir yer yoxdur. Cavab 23:15 çıx 73:15. Neçə elədi? Bəli. 73:15 bu elədi 50 nə enliyi? Cənub enliyi. 50 cənub enliyinə aid olanları seçəcəyik. Keçdiyi ərazilərdə sutqalıq temperatur amplitudu çox böyükdür. Gözəl yoldaşı 50 cənub enliyində sutqalıq amplitudu böyük ola bilməz. O tropiklərdə olur. Okeanları kəsib keçir. Bəli, 50 cənub enliyi okeanları kəsib keçir. 2. Passat küləklərinin təsiri altında ola bilməz. Qərb küləklərinin təsiri altındadır. Enən hava axınları müşahidə olunur. Yoldaşlar, burada mülayimlərdə necə hava axınları? Qalxan hava olmaz. Günəş şüalarının maksimum düşmə bucağı 63:5-dir. Bəli, 50 çıx 23:15. 90 çıx 26:15. Vəssalam, doğrudur. Bir də mülayim işıqlanma qurşağındadır. Bəli, 2, 5, 6. Cavab D bəndi. D bəndi. Bəli. İstənilən enli üçün deyə bilər ki, okeanda kəsib. Bəli, əksər enlik. Çünki paralel olaraq mümkün deyil, ancaq qorunu kəssin. Aydın oldu. Yəni bu ifadə bütün enliklər üçün səciyyəlidir. Passatlar ancaq şimal. Bir dənə bilsən var, 90 cənub enliyi, o Antarktid ətrafında olanlar yanlışdır. Çünki Antarktid 90 cənub enliyi üçün deyə bilməzsən. Məsələn, 80 cənub enliyi üçün deyə bilməzsən. Tutdun söz, o sırf materikdədir. Necə? Passatlar şimal tropikdə əsir. Passatlar iki tropik xətti arasında əsir. Tropiklər arası. Əsasən 30-cu və 0-cı paralellər arası. Həm şimalda, həm cənubda. Şimal passatlar var, cənub passatları var. Şimalda şimal-şərqdən cənub-qərbə, cənubda cənub-şərqdən şimal-qərbə. Tutduq söhbəti. Ümumilikdə materiklərin şərqinə daha çox təsir edir. Aydındır. 5. Yer qabığı və litosfer. Uşaqlar, yer qabığı deyəndə bilirsiniz ki, çökmə suxur, qranit və bazalt və ya çökmə bazaltdan ibarət materik və okean tipli yer qabığına bölünür. Litosfer isə təkcə yer qabığı yox, mantiyanın, üst mantiyanın, xüsusən də bərk hissəsinin əhatələndiyi ümumi təbəqədir. Yerin daş təbəqəsi. Litosfer yer qabığından daha nədir? Qalındır. Mantiyanın bir hissəsini əhatə edir. Mantiyanın bir hissəsini əhatə edirsə litosfer.
Okean və materik tiplərə bölünür, yer qabığı. Düzdür? Bunu əslində ortaq kimi də verə bilər. Litosfer tavalarında okean və materik yer qabıqları var da. Çünki şeyin içindədir. Ortaq kimi də verə bilər. Bəli. Bütün yer kürəsini əhatə edir. Yoldaş, bütün yer kürəsini əhatə edən bütün yer kürəsi yer qabığının da tərkib hissəsidir. Litosferin də. Bəli, bu ikisində də ola bilər. 3. Ümumi cavab axırda baxarıq yoldaşlar. Deməli 3 sonra qalınlığı müxtəlifdir. Yer qabığında da müxtəlifdir, litosferdə də müxtəlifdir. Bu da yenə ortaq cəhətdir. 3-4 verdi. Tavalara bölünür litosfer. Konkret tavalara bölünür litosfer. Cavab 2 1 5 3 4. Variant nə oldu? D variant. Tapşırıq aydın uşaqlar. Acınor alçaq dağlığında formalaşmış meşələrin Azərbaycan digər əraziyə yayılmış meşələrin əsas fərqi. Uşaqlar, Acınorda olan meşələr quraq yerlərdə yaşayan meşələrdir. Söhbət orada arid meşələrdən gedir də. Bəli. Ardıc saqqız ağacları. Cavab nə variantı? 6-da cavab B. Bəli, tamamilə doğrudur. 7-ni əzbər bilirik. 5 Selsi ilə 25 Selsi şimal yarımkürəsində yerləşən subtropik qurşağın hansı tipidir? Aralıq dənizi, afərin. Aralıq dənizi iqlim tipi. Uşaqlar, bildiyiniz kimi dekabr, yanvar, fevral yağıntılı, iyun, avqust quraqdır. Yəni yay qışı mülayim və rütubətlidir. Yayı isti və qurudur. Subtropik qurşağındadır 1. Qırmızı qonur ola bilməz, o savannalardadır. İl boyu rütubətli hava şəraiti ola bilməz, çünki yayda isti və qurudur. Qış aylarında mülayim hava kütləsi təsir edir, doğrudur. Antropiyon landşaft üstünlük təşkil edir, doğrudur. Çünki bilirsiniz də, Mediterrana bölgəsi əhalinin sıx cəmləşdiyi ərazidir. 1-4-5 cavab nə oldu? A. Şimal materiklərin şərqi deyil. Qərbidir. Şərqində mussondur. Aydındır. Sonra 8. 8-də bizə nə deyir yoldaşlar? Deyir ki, transsərhəd su ehtiyatlarının asıllığı çox olan ölkələr. Yoldaşlar, burada 1 olmaz. Çünki bildiyiniz kimi Meksikanın özündə rütubətli tropik hava şəraiti var deyə nisbətən çoxdur. Sonra 5 olar. 5 niyə olar ay müəllim? Çünki söhbət Nil çayı. 6 olar. Nigerdən çünki gələn Nigeriya çayı düzdür. 2 də olar Türkmənistan, bəli. Cavab 2 5 6 C bəndi. 3 olmaz, Qazaxıstan özündən şimala və cənuba doğru axır. Yoldaşlar 4-də də olmaz, ora musson rejimli bölgələrdir. Aydın oldu? Cavabımız nə oldu? 2 5 6. Variant C. Növbət sual 9. Ay. Baxaq. Uşaqlar nə deyir sualda 9-da? Deyir ki, bir-biri ilə tərs mütənasib asıllığa malik olanları müəyyən edir. Tərs mütənasib. Havanın temperaturu və buxarlanma qabiliyyəti düz mütənasibdir. Nə qədər isti olarsa o qədər çox su buxarlana bilər. Getdi. Mütləq hündürlüyü ilə temperatur. Hündürlüyü artanda temperatur azalır. Hər 1000 metrə 6 Selsi. Hər 100 metrə 0.6 Selsi. Mütləq hündürlüklə təzyiq. Hündürlüyü artanda hər 10 metr qalxanda təzyiq 1 mm civə azalır. Bu da havanın seyrəlməsi ilə bağlıdır. 2-3. Nisbi rütubətlik və yağıntının düşməsi. Nisbi rütubət artdıqca hava doyma həddinə yaxınlaşır və yağıntı düşmə ehtimalı da artır. İkisi də artır. Ona görə düz mütənasibdir. Havanın temperaturu və nisbi rütubət. Bəli, bu tərs mütənasibdir. Nə qədər isti hava, o qədər az nisbi rütubət deməkdir. Cavab 2-3-5. Variant Y. Günəş şüanın düşmə cavab havanın temperaturu düz mütənasibdir. Necə mütənasibdir? Düz. 10. Yanlış fikirləri müəyyən edin. Yoldaşlar bizə nə deyir? Yanlış deyir. Gətirmə konusları əsasən dağətəyi ərazilərdə yayılmışdır. Dağdan düzənliyə çıxarkən. Bəli, doğrudur. Filiz faydalı qazın əsasən Respublikamızın şərqində yox, tərsinə qərbindədir. 2 yanlışdır. Gürcüstanla sərhəddə dağlar səhvdir. Gürcüstanla sərhəddə dağlar yox, daha çox düzənliklər və alçaq dağlıqlardır. Bəli, yerləri səhvdir. 2-3. Sonra Ceyrançı Acınorda denudasiya bəli var, alçaq dağlıqdır. Qanı qeyri-saydı isə akkumulyasiya düzdür. Bəli. Kiçik Qafqazda həm Kaynozoy var, həm də Mezozoy. Bəli, doğrudur. Məsələn, vulkanik yaylada. Kaynozoy 400 vulkanik sur yerdə qalan Moravdağda, məsələn, Mezozoy Yura və Təbaşdır. Böyük və kiçik Qafqazın yüksək dağlıq süxurlarının yaşı daha cavandır. Xeyr, yaşı cavan ola bilməz. Onlar Yura və Təbaşirdir. Düzən dağ ətəyinə doğru cavanlaşır. Paleogen, neogen və nəyə düşür? Antropogenə. Cavabımız 2-3-6 variantımız B bəndi 10-cu sualda. 11-ə baxırıq. Dəniz nəqliyyatında əhəmiyyətli yer tutan su hövzələri. Uşaqlar, bunlar konkret olaraq istifadə olunan gəmilərin ən çox keçdiyi yerlərdir. Kil kanal Almaniya, Cəbəllüt Tarix boğazı Aral dənizindən Atlantika çıxış, Hörmüz boğazı İran körfəzindən Ədən körfəzinə çıxış. Fikrimi daha doğrusu üzrsən. Oman körfəzinə çıxış. Doğru cavab nə oldu yoldaşlar? Y bəndi. 12-yə baxırıq. D-də Lamaş pozur. D-də yoldaş, Lamaş pozmur, Magellan pozur. C-də Davis pozur. B-də bala Bering pozur. A-da bala Hudson pozur. Aydın oldu. Sonra 12. Uyğunluq pozulmuşdur. Sualda bizə deyir ki, müvafiq olaraq Şimal Buzlu Okean Severnaya Zemlya adası Paris. Paris dənizində deyil, Severnaya Zemlya ətrafı deyəcək nədir? Kara dənizi və Laptevlər. Aydın oldu. Ona görə də 1-də pozuldu.
Atlantik Okeanı Böyük Antil Karib qaydasındadır. Yuyur çünki Karibin sahili. Şimal Buzlu Okeanı Novaya Zemlya Kara dənizi. Yoldaşlar Novaya Zemlya da biz dedik nə dənizidir? Kara dənizi. Bu ifadə doğrudur. Sakit Okean Yeni Zelanda mərcan deyil, ətrafı Tasmandır. Sakit Okean Filippin adalarının Cənubi Çin dənizi. Yoldaşlar Filippində Cənubi Çin dənizi var. Doğrudur. Atlantik Okean İrlandiya Norveç dənizi yoxdur. İrland dənizi var elə. Cavab yoldaşlar verilənlərdən 1 4 6 variantımız nə bəndi? D variantı. Söhbət 12-dən nədən getdi? D-dən. 13-ə baxırıq. Okeana tökülən çayın mənbəyində havanın temperaturu 1.8, yəni zirvədə. Mənsəbində 23.4. Arada fərqi tapırıq. 23.4 çıxıb 1.8 neçə elədi? 21.6. Bunu hündürlüyə çeviririk. 1000-ə 6. 21.6-ya x cavab neçə elədi? 3600. Deməli çayın düşməsi nə qədərdir? 3600. Uzunluğu nə qədərdir? 3000. 3600-ü biz 3000-ə böləcəyik. Cavab elədi 1.2. Əmsal vahiddən böyük olan çaylara dağ çayı demişikmi? Mənsəbi subarktik iqlim qurşağında yerləşir. Bu ifadə doğru deyil. Subarktikdə temperatur bu qədər isti ola bilməz. Dağıcı fəaliyyət üstündür. Dağ çayında dağıcı fəaliyyət 1. Yuxarı axında yüksəklik qurşaqları aydınmışıq. Bəli, 3600 yüksəklik qurşaqlarıdır. Mənbəyində əkinçilik qəti ola bilməz. Orta illik temperatur 10 Selsidən aşağıdır. Dağ çayıdır 500-dür. Aşağı axında hidroenerji potensiyeli çox ola bilməz. Orta və yuxarı axında daha çoxdur. Çünki aşağı axında sürət zəifləyir. Cavab 2 3 5 variant. B variantı 13-də. 14-də baxırıq. Azərbaycan cənub istiqamət axan çaylar. Qudyalçay şərqə axır. Biləkçay şərqə axır. Vəlvələçay şərqə axır. Həkəri cənuba axır. Samur şərqə axır. Türyançay, Naxçıvançay, Ağsuçay. Cavab Y variantı. 1. Böyük Qafqazın cənub yamacı. Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay. Bir də yoldaşlar Naxçıvançay, Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilancay və Ordubatçay. Aynı oldu və Həkəri. Onun qolu Bərgüşad. Okey. Cavab nə oldu? 14-də Y. 15. Ərazisinin ekvatorial meşə. Ekvatorial meşə Venezuelada az miqdarda, Braziliya, İndoneziyada var, Kongoda var, Hindistanda yoxdur. Qarışıq meşələr yoldaşlar. Qarışıq meşə və enliyarpaq meşə deyəndə biz burada daha çox Polşanı götürə bilərik və Qazaxstanda o qədər də çox deyil. Codyarpaqlı meşələr və kolluqlar isə bəli, sırf Araqnəzi İtaliya. Ona görə cavabımız daha real C variantıdır. Tapşırıq aydındır. Qutardı 7, 15-də C. 16-ya baxırıq. Ağgöl Milli Parkının yerləşdiyi fiziki coğrafi rayona aid əlamətlər. Bu fiziki rayonun adı nədir? Kür-Araz. Kür-Araz. Kür-Araz'a aiddir. Arid iqlimə malikdir. Arid nə deməkdir? Quraq. 1. Doğrudur. Çox hissəsində orta temperatur, yanvarın orta temperaturu 0-dan aşağı yox, əksinə yuxarıdır. Bəli. Çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Doğrudur. Səthi antropogen dövrə aid çökmə suxurlarla örtülür. Doğrudur. 1 3 4 cavab A-dır. Tün şabalda ola bilməz, boz qonurdur. Boz səməndir. Denudasiya yox, akumulyasiya üstündür. Çöktürülmə. Aydın oldu yoldaşlar. Cavab nə oldu? 16-da A. 17-yə baxırıq. 17. 17-də bizə deyir ki, sxemdə A ölkəsinin 2000 neçənci il üçün 23-cü il adi yaş cins piramidası verir. Bu ölkədə təbii artımın ən az olduğu illəri müəyyən edir. Uşaqlar, bəli, gördüyümüz kimi 16-20 yaşlıların arasında uyğunsuzluq var. Demografik çuxur var. Gördünüzmü? Bir dəfə 2023-dən çıxacaq neçəni? 16-nı. Neçə elədi yoldaşlar? 2000 neçə? 2007. Bir dəfə də 2023-dən çıxacaq yoldaşlar neçəni? 20-ni. 2003. Deməli gözəl yoldaşlar 2003-2007-ci illər intervalında az olub. Cavab nə oldu? A bəndi. İndi siz deyə bilərsiniz ki, Asılmaz müəllim, niyə yuxarı yaş qrupunu götürmədim? Məsələn 60-dan yuxarı. Bala orada əhalinin az olma səbəbi təbii proses onun ölümlə bağlıdır. Nə ilə bağlıdır? Ölümlə. Fikrimi aydın izah edə bildim. Yes, əlaqəsi yox. Təbii artım aşağı yaş qruplarında edən təsirdir. 18. Uşaqlar, Sibir regionunun bizim üçün bilinən dövlət qurumlarına Tıva, Altay, Xakasiya və bir dənə aiddir. Saxa, Yakutiya. Yəni bura gedəcək Sibir regionuna. Xakasiya və Tıva. 4-lə nə? 6. Volqa-Ural regionu konkret idi. Başqırdistan, Tataristan və Çuvaşiya. Tataristan, Çuvaşiya. 1-lə nə? 5. Uşaqlar, Şimali Qafqaz konkret idi. Kabarda-Balkar, Qaraçay, Çərkəz. Cavab 2 və 3. Variant 4, 6, 1, 5, 2, 3. Variant A variantı. Tapşırıq aydındır. 18. Daş kömür ehtiyatına malik olan Avropa ölkələri. Uşaqlar, biz onun yatağını da əzbər bilirdik. Bilirsiniz ki, Almaniyada Ruhr və Sahar, Polşada Yuxarı Sileziya, Böyük Britaniya, Newcastle, Midland, Yorkshire və Wales. Cavab C. Afərin. Uşaqlar, zirvədən söhbət gedirsə 20-də. Şahdağ bilirsiniz 4243. Afərin. Tufandağ 4191. Bazardüzü 4466. Uşaqlar, Şahdağ yerləşir yan silsilədə. Harda? Yan silsilə. Amma Tufandağla Bazardüzü yerləşir. Harda? Baş Qafqaz silsiləsində. Qutardı 7.
Ümumi xüsusiyyətlərdir. Effuziv suxur səhvdir. Burada vulkanik suxur yoxdur. Paleozoy, mezozoy eraları, paleozoy burada yoxdur. Qar xəttinə malikdirlər, 3 düzdür. Geosinklinal quruşaq 4 də düzdür. Azərbaycan full geosinklinaldır. Mezozoy yaşıl suxurlar yayılıb 5 də düzdür. 3, 4, 5 cavab D. Yüksək dağlıq Yura, orta dağlıq Təbəşir. Şirvan, Salyan, İqtisadi rayon. Yadımızda salaq. Hacıqabul, Salyan, Neftçala və Biləsuvar inzibati rayonları və bir də Mingəçevir nəyi var idi? Şəhəri. Respublika tabiri şəhəri Mingəçevir. Ə2, Mingəçevir, Salyan. Xarici ölkəyə çıxışı yoxdur. Əksinə var. Biləsuvardan İrana getdi. Şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi ərazisindən keçir. Bəli. 2. Cənub diresi. Bəli. Şirvan şəhərində fəaliyyət göstərir. 3. Neft və təbii qaz ehtiyatına malikdir. 4. Ərazilərində iri ses burada yoxdur. Kürün çünki aşağı axarlarında, sürətin zəiflədiyi yerlərdə. Aydın oldu. Cavablar 2, 3, 4 variant, B variantı. Tapşırıq aydındır 21-də. Neft hardaydı? Salyan Neftçalada. Qaraçala, Neftçala bu mədənlər. Aydın oldu. Yodlu bronlu sular. 22. Təsərrüfatın ərazi quruluşu monosentrik. Monosentrik, mono tək. Center mərkəzi, tək mərkəzlik, inkişaf etməkdə olan, yəni zəif ölkələr. Sən burada 1 ABŞ atırsan, 2 Almaniyanı atırsan, 4 Avstraliya atırsan, 3, 5 Sudan və 6 Venezuela. 3, 5, 6 cavab nə bəndi? C. Qutardı getdi. Yoldaşa 23. Sənə deyir 3-cü və 20-ci saat quruşan orta meridianlar arasındakı minimum dərəcə fərqini hesabla. Uşaqlar minimum dərəcə fərqi yaxın olmalıdır. Sən 3-cü saat quruşan qərbini, 20-ci saat quruşanın isə şərqini tapmalısan. Şərqdə olan saat quruşanın orta nöqtəsini tapmaq üçün 3-ü vururduq neçəyə? 15-ə. Elədi 45. Onun qərbini tapmaq üçün 45-dən çıxmalıyıq neçəni? 7-15-i, hə? Orta meridian deyir onu. Orta meridian deyir. Orta meridian, hə, orta meridian deyirsə vəssalam. Mən elə bilim ən az fərqi soruşur. Orta meridian vəssalam. Yoldaş 45 şərq uzunluq. Bunu tapdıq. 20-ci saat quruşanı tapmaq üçün 24-dən 20-ni çıxıram. Vururam 15-ə, 60. Bu da 60 qərb. Biri qərb, biri şərqdir. Neyini yazıyor? Toplayacaq uşaqlar. 45 plus 60. Cavab 105. Afərin, qutardı 7. Minimum nə qədər oldu? 105. Yoldaşlar 24. Xəritə sıxımda balıqçılıq təsərrüfatının yaxşı inkişaf etdiyi yerlər. Bunun xəritəsi də var idi, sizlər də bilirsiniz. Balıqçılıq təsərrüfatı əsasən 24-cü test tapşırığında olacaq. 2-də 2-nin yerini görürsünüz. Haradır yoldaşlar? Bəli. Rusiyanın belə deyək də sahilləri. 2. Hə? Balıqçılıq yaxşı inkişaf etdiyi yerlər. Sırf xəritəsi var idi. 2-də, 3-də, 3-ə bir dənə baxın yoldaşlar. Şimal dənizində. Bir də olacaq arada 5-də. Yadınızda Göy Balinov var idi. İndi uşaqlar, siz bir dənə bir şeyi yadda saxlayın. Mən niyə 1, 4, 6-nı götürmədim? Onlar okeanların mərkəzidir. Okeanın mərkəzi hissələrində o bildiyiniz kimi materiklərdən tökülən üzvü söküntülər azdır deyə, yəni qida rasionu azdır deyə. Balıqlar azdır orada. Aydın, onlar əsasən hardadır? Şef zonaları, dayazlıqlarda, sahildə. Çatdı mənim fikrim. Ona görə də cavab nə oldu? 2, 3, 5 oldu. Bəli. Başa düşdünüz yoldaşlar mənasını. 25. Xəritə sıxımı əsasən əhalinin milli tərkibinin daha mürəkkəb olduğu iqtisadi rayonlar. Uşaqlar, daha mürəkkəb deyəndə Bakını götürməlisiniz də konkret. 2. Zaqatala 5. Eyni zamanda 6 Quba Xaçmaz. Yoldaşlar, Mərkəzi Aramda yeksinsidir. Gəncə daşıyasında yeksinsidir, Naxçıvanda yeksinsidir. 2, 5, 6. Sual aydındır. Uşaqlar, dağların mütləq hündürlüyünün artmasına görə sıra. Alp dağların hündür yeri aradır. 4807 bir deyin ya qeyd edəcəm. Ant dağları aradı, Aconcagua. 6960. Bəli, Qafqaz 5642. Pamir 8, Tritmir, düzdürmü? Sonra Kordilyer, McKinley 6194. Bəli. İndi gəlin baxaq. Bizə nə deyir? Artma deyir mi? Artma deyəndə ən kiçik hansı olacaq? Alp 1, Qafqaz 3, sonra Kordilyer 5, And 2, Pamir 4. 1, 3, 5, 2, 4. Afərin, qutardı getdi. Gözəl yoldaşlar, inzibati ərazi quruluşu unitar. İdarə etmə forması respublika. Unitar respublikaları biri olacaq Belarus, yəni C. Biri də olacaq Qazaxıstan, Y. Federativ respublika. Federativ respublikalar biri olacaq Almaniya, D. O birisi də Pakistan, B. B və nə? D. Unitar monarxiya isə olacaq İsveç, A. Deməli 1C, 2BD, 3A. Tapşırıq aydındır gözəl insanlar. Siz burada nə görürsünüz? Yarım səhra, dağ meşə, buzlaq. Deyir ki, dağlıq ərazilərdə dağın ətəyindən zirvəsinə doğru iqlim şəraitinin dəyişməsi torpaq bitki heyvanat aləminin dəyişməsinə səbəb olur. Bu yüksəklik qurşaqları və şaquli zonallığı adlanır. Təsəvvür edək ki, subtropik iqlim qurşağında yerləşən yüksəkliyi 4000 metr. Yoldaşlar 4000 metr ilə bir növ Azərbaycanın ərazisində ola bilər də.
İqlim qurşağında yerləşən yüksəkliyi 4 metr olan dağın ətəyində səhra yarımsəhra landşaftıdır. Yarımsəhranı qeyd elədik. Bu zaman dağın ətəyindən zirvəsinə doğru bitki örtüyü fərqli olacaqdır. Uşaqlar, yarımsəhradan sonra B-də əsas dağ çöl gələcək. Quruçöl dağ çöl eyni şeydə, yəni üzərinə doğru. Dağ meşədən sonra nə gələcək? Dağ çəmən gələcək ümumi adı ilə. Nə gələcək? Dağ çəmən. Sən ona həm subalp, həm alp deyə bilərsən. Sonra da buzlaq, yəni nival və subnival və nival. Verilmiş AB nöqtənin hündürlükdə yerləşən landşaftları müəyyən edib yazın. Yoldaşlar 28-də biz deyəcəyik A-da oldu. Dağ çəmən. Dağ çəmənə də yoldaşlar iki dənə şey yazdınız. Nə? Alp və subalp. Yəni hansını yazsaz problem yoxdur. Yəni düzdür. Bəli, B-də isə nə yazdıq? Dağ, çöl. Aydın oldu yoldaşlar. Sonra 29-a baxırıq. Deyir ki, hə? Quru çöldədir, dağ çölün içində də. Verilənlərə əsasən AB hündürlüklərində yerləşən landşaftlarda meşə örtüyünün yarana bilməməsinin səbəblərini müvafiq olaraq yazın. Yoldaşlar, A-da hündürlükdə temperaturun aşağı olması, hündürlükdə nəyin aşağı olması? Temperaturun aşağı olması. Yəni buna sən istiliyin az olması da deyə bilərsən. Eyni şeydir, bəli. Onsuz da eyni mənanı verir. B-də isə yoldaşlar siz bilərsiniz ki, rütubət çatışmazlığı. Rütubət nəyi? Çatışmazlığı. Çatışmazlığı. Ya da nisbətən quru hava olması. Nətər hava? Quru hava. Nisbi rütubətin az olması və s. Verilmiş landşaft qurşaqlarına malik dağlara aid 3 nümunə yazın. Yoldaşlar 3 nümunə qeyd eləsəz, Qafqaz dağları deyə bilərsiniz də, hə? Sonra Qafqazla bərabər həm də nə deyə bilərsiniz? Pamir deyə bilərsiniz. Tianşan deyə bilərsiniz. Düzdür? Bunlarda var da bu landşaftlar. Qaraqorum deyə bilərsiniz. Qaraqorum deyə bilərsiniz. Bəli. Sonra Hindiquş deyə bilərsiniz. Kiçik Qafqaz deyə bilərsiniz. Zon derəsini deyə bilərik. Nə? Hindiquş, Kiçik Qafqaz. Dağ deyir. Müəllim, mərkəzdə nasıl dağlarını deyəndə? Bəli. Sonra Böyük Qafqaz. Necə Qafqaz? Böyük Qafqaz. Qutardı 7. Aydın oldu yoldaşlar.